Deməli, yeni telefon axtarışındasınız, amma seçim etmək həqiqətən də çətindir. Çünki bazarda iki böyük güc var. Bir tərəfdə Samsung, digər tərəfdə isə Xiaomi. Yaxşı, bəs hansını seçməli? Gəlin bu araşdırmada birlikdə baxaq, görək sizin üçün ən doğrusu hansıdır. Gəlin heç uzatmadan birbaşa əsas suala keçək. Samsung yoxsa Xiaomi? Hansı daha yaxşıdır? Bu, əsl texnologiya nəhənglərinin döyüşüdür. Görək, sonda qalib kim olacaq? Hazırsınız? Yol xəritəmiz də çox sadədir. Baxacağıq dizayn və ekrana, sonra kameraları üz-üzə qoyacağıq, performanslarını test edəcəyik, batareya gücünü ölçəcəyik və təbii ki, sonda qiymət və yekun seçim məsələsi var. Elə isə başlayaq. Və ilk raund başladı. Mövzumuz dizayn və ekran. Bilirsiniz, telefonla ilk tanışlıq məhz onun görünüşü və əldə verdiyi hissiyatdır, elə deyilmi? Gəlin görək, bu raundda hansı brend rəqibini üstələyəcək. İndi gəlin biraz detallara enək. Samsungu əlinizə götürən kimi o dəqiqə bir fərq hiss edirsiniz. Şüşə, metal, belə deyək, bahalı bir hissiyat verir. Üstəlik o məşhur AMOLED ekranları, rənglər sanki ekrandan canlanır. Xiaomi'yə gələndə isə onlar da çox müasir, gözəl dizaynlar hazırlayır. Ekranları da çox parlaqdır. Amma qiyməti münasib saxlamaq üçün bəzən arxa qapaqda plastik kimi daha sadə materiallar istifadə edə bilirlər. Yəni, hissiyat biraz fərqlidir. Deməli, ilk raundun qalibi məncə bəllidir. Əgər siz telefonun əlinizdə necə hiss etdiyinə və ekranın rənglərinin nə qədər canlı olmasına xüsusi önəm verirsinizsə, bu raundda qalib bir mənalı olaraq Samsungdur. Yaxşı, keçirik ikinci raunda. Və bu, yəqin ki, çoxumuz üçün ən həssas nöqtədir – kameralar. Axı, indi hamımızın cibində bir fotoaparat var. Gəlin görək bu döyüşdə kimin çəkdiyi şəkillər daha təsirli olacaq. Bilirsiniz, burada hər iki brendin tamamilə fərqli strategiyası var. Samsung daha çox peşəkar yanaşır. Fərqli linzalar qoyur ki, hər şəraitə uyğun olsun. Nəticədə şəkillər daha təbii, daha balanslı çıxır. Xiaomi isə sanki bir yarışdadır, daha yüksək megapiksellər və bu, kağız üzərində çox cəlbedici səslənir. Yaxşı işıqda, məsələn, gündüz çəkəndə inanılmaz dərəcədə detallı şəkillər alırsınız. Amma bəzən proqram təminatı rəngləri biraz həddindən artıq canlı, yəni şişirilmiş göstərə bilir. Beləliklə, kamera raundunun nəticəsi, əgər söhbət ümumi keyfiyyətdən, rənglərin dəqiqliyindən gedirsə, Samsung bir addım öndədir. Amma bir amma var. Əgər sizin üçün qiymət önəmlidirsə və əsasən gündüz çəkilişləri edirsinizsə, Xiaomi'nin verdiyi nəticə ödədiyiniz pula görə həqiqətən də çox yaxşıdır. Və indi üçüncü raundayıq. Performans, yəni telefonun kapotunun altına baxırıq. Motoru necədir? Gündəlik işlərdə, sosial şəbəkələrdə və ən əsası ağır oyunlarda görək hansı daha güclü və daha sürətlidir. Samsungun əsas hədəfi stabillikdir. Yəni, elə çiplər istifadə edir ki, telefon 1-2 ildən sonra da yavaşlamasın. Eyni anda 10 dənə proqram açsanız belə donmasın. Xiaomi'nin taktikası isə biraz fərqlidir. Onlar eyni qiymətə sizə kağız üzərində daha güclü görünən prosesor təklif edir. Və bu xüsusilə oyunlarda özünü birə-bir göstərir. Amma kiçik bir məsələ var. Bəzən ağır oyunlar oynayanda bəzi Xiaomi modelləri biraz qıza bilir. Yaxşı, gəldik performans raundunun yekununa. Düzünü desək, hər ikisi də gündəlik işlər üçün kifayət qədər güclüdür. Amma əsas fərq zamanla ortaya çıxır. Əgər siz telefonu alıb uzun müddət, yəni illərlə problemsiz donmadan istifadə etmək istəyirsinizsə, o zaman Samsung bu məsələdə bir addım öndədir. Keçirik dördüncü raunda. Və bu, yəqin ki, hamımızın ortaq dərdidir. Batareya. Telefonun şarjı günün axırına çatacaq, yoxsa yox. Və əgər bitirsə, nə qədər vaxtı dolur? Gəlin görək bu sahədə vəziyyət necədir. Burada da yanaşmalar fərqlidir. Samsung daha çox standart bir yol izləyir. Bir günü rahat çıxaran batareyalar və simsiz şarj kimi əlavə rahatlıqlar. Yəni, telefonu sadəcə masanın üstünə qoyursan, dolur. Xiaomi isə sanki bütün gücünü bura qoyub. Həm batareyaları daha böyüdü, həm də o sürətli şarj texnologiyası. Bu, başqa bir şeydir. Təsəvvür edin, telefonunuzu cəmi 20-30 dəqiqəyə demək olar ki, tam doldurursunuz. Bu, həyatı dəyişən bir şeydir. Bu raundda çox düşünməyə ehtiyac yoxdur. Qalib bir mənalı olaraq bəllidir. Əgər sizin üçün gün ərzində şarjın bitməməsi və bitəndə də göz qırpımında dolması vacibdirsə, Xiaomi bu sahədə rəqibsizdir. Daha praktik bir seçim təsəvvür etmək çətindir. Və gəlib çatdıq final raunduna. Hər şeyin həll olunacağı məqam. Qiymət və son seçim. Bütün bu danışdıqlarımızı nəzərə alsaq, verdiyimiz pulun qarşılığını ən yaxşı hansı telefon verir?
İndi hər şeyi yekunlaşdırmağın vaxtıdır. Gəlin bu yekun hesabat cədvəlinə bir nəzər salaq. Deməli, qısaca desək, Samsung dizayn, kamera və uzunmüddətli performansda qalib gəldi. Xiaomi isə batareya və təbii ki, qiymət məsələsində rəqibini açıq-aşkar üstələdi. Yaxşı, bəs bu rəqəmlər bizim üçün, yəni alıcı üçün nə deməkdir? Deməli, kimlər Samsung almalıdır? Əgər siz deyirsinizsə ki, mənim üçün ən yüksək keyfiyyət önəmlidir, telefonumun ekranı mükəmməl olsun, kamerası peşəkar şəkillər çəksin və illərlə stabil işləsin və bunun üçün biraz daha çox pul ödəməyə razısınızsa, o zaman sizin seçiminiz bir mənalı olaraq Samsungdur. Bu, premium təcrübə axtaranların seçimidir. Bəs Xiaomi-ni kimlər seçməlidir? Əgər sizin düşüncəniz belədirsə, mənim üçün büdcə önəmlidir. Ödədiyim hər qəpiyin qarşılığını maksimum almaq istəyirəm. Mənə güclü performans, möhtəşəm batareya və çox sürətli şarj lazımdırsa, o zaman heç düşünmədən Xiaomi-yə yönələ bilərsiniz. Bu, ağıllı və praktik seçim edənlərin telefonudur. Və beləliklə, hər şey gəlib bu son suala dayanır. Qərar artıq sizindir. Çünki bu iki brend arasındakı seçim əslində sizin həyat tərziniz və prioritetlərinizlə bağlıdır. Odur ki, özünüzdən soruşun. Mənə nə lazımdır? Hər detalında keyfiyyət və premium hissiyat, yoxsa cibimə uyğun praktiklik və güc? Ümid edirəm ki, bu kiçik araşdırma düzgün qərar verməyinizə yardımcı oldu.